vaxtınız xeyir olsun. Deməli, bugünkü 9-cu siniflərə düşən suallardan birinə baxırıq. Deməli, klasteri tamamlaya bilən fikirlərdir. Birincisi, belə bir şeylər qarşınıza çıxanda, həmişə klasterdə baxın, doğru fikrimi istəyir, yanlış fikrimi istəyir, sonra ona görə axtarın. Onda sözü kontekstə görə. Deməli, birinci həmişə belə bir şeyi özünüz tapın. Özünüz tapdıqdan sonra başlayın cavablar axtarmağa. Çünki bəzən sizin özünüz tapdıqlarınız elə sizin özünüzün aşağıda verilən cavab olur. Yəni, axtarmaqdan çox özünüz birinci ona cavab tapın. Birinci, o vaxt sözün yerində işlənə bilər. Yəni, onda bizim vaxtımız daha gözəlidir. Yəni, zaman zərfi kimi işlənəcəkdir. Burada onsuz da zaman zərfi kimi işlənibdir. Zərf kimi işlənib. Sonra deyirəm ki, mənim onda, məsəl üçün, qələmim qalıb. Kimdə? Onda. Biri var desəm ki, mənim Nərgizdə qələmim qalıb. Bu isimdir. Deməli, isim kimi işlənə bilməz. Mən əvəzli ilə əvəz edirəm. Onda qələmim qalıbdır. Deməli, əvəzlik kimi işlənə bilər. Sonra, bir də var deyirəm ki, onda, yəni saat 10-da məni gözləyərsən, say kimi də. Sadəcə isimləşmirsə, yəni burada dadə, hal şəkilçisi qəbul edərək işlənir. Ona görə deyirik ki, onda və say kimi işlənir. Zərf kimi onsuz da işlənibdir. İndi bizə əvəzlik lazımdır, baxaq. İsimləşmiş say kimi işlənibmi? İsimləşmiş say kimi işlənibdir. Bunu götürə bilərəm, çünki onsuz da burada sayı qeyd etmişdik. Qeyri-müəyyən say kimi qeyd olar. Xeyr, onu müəyyən bir saydır. Onsuz da onun dəqiq bir rəqəm olduğunu bilirəm. Bunu götürə bilmərəm. Əvəzlik kimi işlənə bilər. Təbii ki, burada nə qeyd etmişdik? Əvəzlik kimi işlənməlidir. Deməli, isim kimi işlənə bilər. Xeyr, isim kimi işlənə bilməz. Bizi bilirsiniz burada nə ilə çaşdırmağa çalışır. Onda deyəndə kimdə sualını, yerli halın sualını verirəm. Amma baxmaq lazımdır ki, isimdə o varmı? Yoxdur. Əvəzlikdə görürəm. Deməli, bu sadəcə əvəzlik ola bilər. Cavab nə oldu? 1, 3.